Allah Resulünün həyat tərzi həmişə sadə olub, bəsit olub. Xəfifil məunə hədislərdə bu cür deyilir ki, Allah Resulü ehtiyacları böyük deyildi, insanlardan çox şeylər tələb etmirdi. Məkkəyə varid olub, Məkkəyə gəlib, Məkkə müşrikləri Allah Resulünün qarşısındadır. Bir zamanlar Resulullah'a zülm edirdi bu insanlar. Resulullah'ın canına belə qıymaq istəyirdilər. Peyğəmbərlə neçə döyüşlərə qalxdılar. İndi Allah Resulünün qarşısında çarəsiz şəkildə dayanıblar. Ziya Paşanın gözəl bir beyti var, deyir: zalimlərə bir gün dedilər, qudret Mevla, tallahi laqad atharakallahu aleyna. Bu tallahi laqad atharakallahu aleyna Quran-ı Kərimdən bir ayədir ki, Yusuf'un qardaşları artıq Yusufa qarşı nə qədər hilələr işlətdilər. Həsəd üzündən, paxıllıq üzündən Yusuf'a heç bir zərər verə bilmədilər və bir gün gəldi ki, Yusuf'un qarşısında dayanıblar çarəsiz bir şəkildə. Orada bu sözü dedilər, and olsun Allah'a ki, Allah səni bizdən üstün edibdi. Biz etməklə deyil, biz çox istədik ki, səndən üstün olaq, bu mümkün olmadı. Çünki səni Allah üstün eləyib. Peyğəmbər üçün də Ziya Paşa bu beytdə bunu deyir ki, bir gün gəldi ki, Allah Teala həmin o zalimlərə bu sözü dedizdirəcək. Sən üstünsən, Allah səni üstün edib. Müşriklər də Peyğəmbərə bunu dedilər ki, sən bizim ən hörmətli şəxsiyyətimizsən, ən hörmətli qardaşımızın övladısan. Allah Resulü nə dedi? İzhəbu entumut tulaqa. Gedin, hamınız azadsınız. Allah Resulünün sirəsi, həyatı dəyişməyən sabit bir məntiq üzərindədir. Belə bir sual meydana çıxır ki, Peyğəmbərin dövründən 1400 ildir keçib. Həzrət Rasulullah fərqli bir zamanda yaşayıb, fərqli bir cəmiyyətdə yaşayıb, fərqli bir dövrdə yaşayıb. Biz indi fərqli bir zamanədə yaşayırıq. Aramızda 1400 illik bir fasilə var. Elm, texnologiya görə nə qədər inkişaf eləyib. Həyatın tələbləri fərqlidir, ehtiyaclar fərqlənibdir. Necə ola bilər ki, indi biz Peyğəmbəri özümüzə nümunə seçə bilək. Bu etirazı, bu fikri səsləndirənlər bunlar əxlaqın nisbiliyinə inanırlar. Yəni əxlaqi dəyərlər, o ilahi dəyərlər ki var, əxlaqi dəyərlər, ali dəyərlər, bunlar nisbidir. Müəyyən bir zamanda, müəyyən bir məkanda yaxşı olan bir şey başqa bir zamanda və başqa bir məkanda pis hesab olunur. Bu doğru bir fikir deyil, doğru düşüncə deyil. Sağlam ağıl, fitrət və insaflı vicdan bunu inkar edir. Xəyanət, yalan, oğurluq, rüşvətxorluq, bunlar hər zaman qəbahətli işdir, hər zaman pisdir. Eləcə də vəfa, əmanətdar olmaq, ədalətli olmaq, doğruluq hər zaman bəyəniləndir, hər zaman gözəldir. Bu bütün zamanlarda bu cürdür və bütün məkanlarda bu cürdür. Bunlar dəyişməyən prinsiplərdir.